Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. الدرس الأول الدرس ders el-evvel birinci. Biz Azərbaycanca deyirik birinci dərs. Amma onlarda baxın əksinə deyilir. Əd-dərs el-evvel. Yəni biz tərcümə eləyəndə axırdan tərcümə eləyirik. Əd-dərsul əvvəl birinci dərs. Həzə. Həzə ərəb dilində bu deməkdir. Həzə beytun. Həzə beytun. Sizcə beytun nə olar onda? Ev. Həzə məscidun. Həzə bəbun. Bəbun qapı. Həzə kitabun. Həzə qələmun. Həzə miftahun. Miftah açar. Ərəblər fikir verin, dayananda sözün son hərəkəsini demirlər. Sanki sözün sonuna sukun qoyurlar. Yəni dayandımsa deyəcəm hədə kitab, hədə qələm, hədə miftah. Amma biz bu kursumuzda çalışacağıq ki, bütün son hərəkələri deyək. Niyə görə? Çünki ərəb dilində son hərəkələri bilmək vacibdir. Yəni cümlədə sözlərin bir-biri ilə əlaqəsi o son hərəkə və buradakı hərəkə ilə bilinir. Necə ki bizim dildə deyirik ki, mən səni gördüm. Mən bazara getdim. Bazara, düzdür? Hal var. İsmin halı var. Yəni cümlədə yerinə, mövqeyindən asılı olaraq mən sözün sonunu dəyişə bilərəm. Bazara, bazarı, bazardan. Ərəb dilində də son hərəkə həmin işi görür. Ona görə yəni biz çalışacağıq son hərəkələri deyək ki, qrammatikanı yaxşı öyrənək. Həzə məktəbun. Məktəbun yazı stolu. Həzə sərirun. Sərirun çarpayı. Həzə kursiyun. Bu stuldur. Növbəti səhifəmizdə mə sözü var. Mə həzə. Mə nə deməkdir? Nə sualını bizim dildəki kimi insanlara kim deyirik? Bu kimdir? Heyvanlara, əşyalara nə deyirik? Bu nədir? Mə həzə bu nədir? Yenə fikir verin. Ardıcıllıq fərqli olur. Biz deyirik bu nədir? Amma ərəblər əksinə. Birinci deyir mə həzə. Mə həzə. Həzə beytun. Əhəzə beytun. Nədir? Deməli, sual cümləsi vermək üçün ya bu filan şeydirmi? Məsələn, bu kitabdır. Həzə kitabun. Bu kitabdırmı? Cümlənin əvvəlinə həmzə qoyuram. Əhəzə beytun. Bu evdir. Naam. Həzə beytun. Naam. Hə deməkdir. Mə həzə. Bu nədir? Həzə qamisun. Qamis köynək. Əhəzə sərirun. Əhəzə sərirun. La yox deməkdir. La həzə kursiyun. Əhəzə miftahun. La həzə qələmun. Mə həzə. Həzə nəcmun. Nəcmun ulduz. Quranda da Nəcm surəsi var.